Bugün istəyirəm ki, öz həyatımda mənə fayda verən və yaxud da həyatımı rahatlaşdıran bəzi inanclarımdan danışım. Çünki bilirsiniz ki, bizim şuuraltımızda inanc sistemimiz də var və o bizim bütün həyatımızı idarə edir. Özümüz haqqında olan inanclarımız, həyat haqqında olan inanclarımız, insanlar, münasibətlər, hər şey haqqında olan inanclarımız bizim həqiqətimizə çevrilir və biz o reallığı yaşayırıq. Demək ki, nəyə inandığımızı diqqətli seçməliyik, çünki bir zaman sonra bizim həqiqətimizə çevrilir. Mənim də həyatımda gəlib çıxdığım bəzi inanclar var. Bir də uşaqlıqdan öz-özünə səbəbini bilmədiyim şəkildə daxilən inandığım düşüncələr olub. Hansı ki, bu əslində böyük bir nemət imiş. Mən bunu illər sonra anlamışam. Məni ən rahatladan inanclardan biri hər şeydə bir xeyir var düşüncəsi olub. Yəni İnsanıq, başımıza həyatda çox şey gəlir. Tanıdığımız insanların, hətta tanımadığımız insanların bəzən yaşadığı hadisələri görürük. Bəzən uğursuzluqlar baş verir. Amma kim ki bu uğursuzluqlarda boğuşur, ilişir, qalır, mübarizə aparır, qəbul eləyə bilmir, o insanlar özündən zamanla daha çox uzaqlaşır. Amma nə zaman ki o uğursuzluq dediyimiz hadisəyə bir növ faydalı bir şeydir, amma mən hələ ki bunun anlamını görmürəm kimi baxsaq, çox daha özümüzü rahat hiss edərik. Ömür boyu belə baxmışam. Bunun qaynağını hələ də bilmirəm hardan gəlir, amma həmişə düşünmüşəm ki, bu indi mənim başıma gəldi. Ola bilər mən üzüldüm, istəmədiyim bir şey oldu, kontroldan çıxdı. Amma mütləq ki, burada mənə bir fayda var. Mütləq ki, burada bir dərs var. Həmişə övladıma da onun başına, uşağın başına gələ biləcək neqativ hadisələr gələndə bu cümlələri deyirəm ki, bu sənə bir şey öyrədir. Yəni bu hadisəni yaşaya bilərsən, amma ən vacib isə yaşadıktan sonra ona necə reaksiya verəcəyindir. Bu da sənin həyata olan baxışınla, şuuraltında olan inanclarla bağlıdır. İkinci ən mənə fayda verən inanclarımdan biri əslində birinciyə bənzəyir. Mən həyata bir təkamül yeri kimi baxıram. Ruhumuzun sanki bu dünyaya gəlməsində bir anlam var, bir hikmət var və biz əslində zaman-zaman bunu intuitiv hiss eləyirik. Xüsusən də uşaq vaxtı bu daha açıq olur bizdə. Və təkamül dediyimiz şey hər zaman inkişafa doğrudur. Bu mənim inancımdır. Yəni təkamül səhv eləyə bilməz, təkamül zərər verə bilməz. Çünki o qədər böyük bir sistemdir və o qədər idrak edə bilmədiyimiz səviyyədə məntiq, ağıl, şuur üzərinə qurulub ki, ona biraz güvənməliyik. Və əgər təkamüldə hər şey inkişafa doğru baş verirsə, o zaman həyatda yaşanan neqativ hadisələr də əslində inkişaf üçün baş verir. Bu həm mənim həyatımda belədir, həm sizin həyatınızda belədir, həm tanımadığımız başqa insanların həyatında belədir. Sanki bir növ sistemə güvənmək lazımdır, Allaha güvənmək lazımdır. İnsan nə qədər ki içində dirənc edir, nə isə qəbul edə bilmirsə, əslində özü geridə qalır. Biraz elastik olmalıyıq, həyatda su kimi axmağı bacarmalıyıq və belə olduğumuz halda bizim təkamülümüz də daha xoş və gözəl keçir. Üçüncü inancım, mən insanın çox şeyə sahib ola biləcəyinə inanıram. Öz məsuliyyətini əlinə almağı ilə, zəhmət çəkməsi ilə, həyatda bir amalının olması ilə çox şeyə çata biləcəyinə inanıram. Və işim də, təbliğ etdiyim sahədə əslində budur. Çünki mən özüm zəhmət çəkərək nələrə sahib ola biləcəyimi görmüşəm. Nə olsun ki, hamımızda oluruq və nə olsun ki, hamımızın çoxlu potensialı var. Əgər bu zəhmətə çevrilmirsə, o heç vaxt görünür olmur. Ona görə burada bizim inisiativ almağımız, məsuliyyət götürməyimiz, tənbəllik etməməyimiz olduqca vacibdir. Bir də bütün bunların yanında vacib bir məqam var. Bunu mənə həyat öyrətdi. Həyat öyrətdi ki, sən hər üzərinə düşəni edə bilərsən, amma səndən daha böyük bir sistem var və o sistemə güvənməyə bacarmalısan. Yəni, əlinizdən gələni hər şey elədiniz, maksimumunuzu elədiniz, gecə-gündüz zəhmət çəkdiniz, çabaladınız, amma o iş alınmır. O zaman onun zamanı deyil. O zaman mən hələ nəyəsə tam hazır deyiləm və yaxud da mənim həyatımda daha yaxşı bir şey olacaq. Mən o an əgər qəbullanmayıb, şikayət edib, üsyan edirəmsə və yaxud da ədalətsizlik olduğunu düşünürəmsə, sanki mənə hazırlanan hədiyyədən də uzaqlaşmış oluram. Bir növ hər kəsin öz zamanı var bu həyatda və hər birimizin zamanı müxtəlifdir. Biz birinə baxırıq, onun hal-hazırda uğur qazandığını görürük və içimizdə bir dəyərsizlik yaranır. Əgər sən bugün əlindən gələnin hər şey etdiyinə
inanırsansa, əminsənsə, vicdanın tam rahatdırsa, o zaman Allaha güvənməyi bilməlisən. Çünki bəzən biz beynimizlə nəyisə kontrol etməyə çalışırıq və bu hər zaman da uğurlu olmur. Amma təslim olduğumuzda sanki yollar da öz-özünə açılmağa başlayır. Həyatımda elə bir dönəm oldu ki, mən də klassik insan düşüncəsinə, yəni bunu edirəmsə nəticə görməliyəm, görmürəmsə nədəsə yanlış var, məndə problem var və yaxud da qarşı tərəflərdə problem var, şikayət etməyə, günahlandırmağa başlamışdım. İnanın ki, daxilən çox hüzursuz hiss edirdim özümü. Heç özüm kimi hiss eləmirdim. Çünki axışı unutmuşdum, güvənməyi unutmuşdum. Kontrolün arxasına keçmişdim və sanki onda Allah deyir ki, okey, kontrol səndədir, onda get həyatını idarə et. Amma güvənəcəyin bir şeyin olması, sənin sahibinin olması, arxalanacağın bir sistemin olması insanı çox güvəndə hiss elətdirir və bəlkə də bizim hər şeyi bilirəm deməyimiz bizi baxın bu duyğudan uzaqlaşdırıb. Nə qədər biliriksə bilək, hər zaman bizdən daha ağıllı, daha üstün bir sistemin olduğuna güvənməliyik və bəzi zamanlarda özümüzü ona etibar etməliyik. Uşaqlıqdan etdiyim hər şeydə mükəmməliyyətçilik axtarmışam, əlaçı olmağa çalışmışam. 4 alanda ağlayırdım, ümumiyyətlə özümə icazə vermirdim. Bir az daha yaxşı olmayanı və yaxud da bir az daha pis olanı və o insanın içində bir daxili konflikt yaradır. İnsan özü ilə çox da əslində barışıq ola bilmir. Məhz bu sahəyə gəlib çıxandan sonra duyğular aləmi ilə tanış oldum, şəxsi inkişafla tanış oldum, özümü yenidən tanımağa başladım və keçmişdə olan Səbinənin həm güclü tərəflərini gördüm, əslində nələr, hansı düşüncələr onu qabağa aparıb, həm də nələr ona mane olub. Yəni, bəlkə də o an özünə şəfqətli davransaydı, daha çox şey təcrübə eləyərdi, daha çox səhv eləyərdi. Məhz mövzu da elə səhv eləməklə bağlıdır. Anladım ki, əslində hamımızda səhv etmək qorxusu hansısa bir duyğudan qaçmaqdır. O duyğunu tanısaq, özümüzü dəyişdirməyin yollarını da tapa bilərik. Mən anladım ki, mən səhv edərkən özümü günahkar hiss edirəm, özümü qəbul edə bilmirəm, özümlə barışıq ola bilmirəm. Bir həzimsizlik olur içimdə. Çünki bunun da şuuraltı səbəbləri var təbii ki. Səhv etdiyimiz zaman aldığımız reaksiyalar da bizi formalaşdırır şuuraltımızı. Bəzən səhv edirik, amma günahlandırılırıq, bəzən cəza alırıq və belə tanış olduğumuz üçün proqram bu şəkildə qurulur. Amma xoşbəxtlikdən bu proqramları dəyişmək mümkündür. Mən nə etdim? Özümü sorğuladım və düşündüm ki, əgər mən özümü qınamasam, əgər mən özümü günahkar hiss eləməsəm, əgər mükəmməl olmağa çalışmasam, nələr edərdim? Və bu sualı sizə də verirəm. Həqiqətən belə düşündüyünüz an yeni alternativlər yaranır qarşınızda. Sınamadığınız yollar ağlınıza gəlir. Qorxularınız olmasaydı, bax indi neyniyərdiniz? Beyninizdəki o limitlər olmasaydı, indi neyniyərdiniz? Yəni hər şey mücərrəd duyğuların səbəbi ilə baş verir. Mən duyğunu tanımasam, o məni idarə edəcək. Mən onu tanısam, onu necə idarə edəcəyimi öyrənə bilərəm. Mükəmməliyyətçi tərəfimi də onun altındakı duyğunu tanıyaraq öyrəndim və orada özümə şəfqət hissi verməyə başladım. Hiss elədim ki, özümü daha yumşaq, daha elastik, daha rahat hiss eləməyə başlayıram. Təbii ki, bu yolum hələ davam eləyir, amma bunu fərq etmək və müəyyən qədər dəyişmək belə mənim həyatımda yeni təcrübələr yaşamağıma səbəb oldu. Deyəcəyim 5-ci punktda əslində 4-cü punktun davamıdır. Məncə bəzən qorxmamalıyıq. Bəzən içimizdə bir səs var, uşaqlıqdan gəlir və biz hansısa anda onu bağlamışıq. O səsi yenidən tapıb eşitməliyik. Yəni, təsadüfən uşaqlıqda bizə hansısa bir düşüncə, duyğu, bacarıq verilmir. O bizim ruhumuzun bu həyata gətirdiyi bir gücdür, missiyadır. Hətta həyatımızın sirri də elə uşaqlığımızın içində gizlidir. Nəyi uşaqlıqda sevirdim, nəyi dostlarımdan daha yaxşı bacarırdım, nəyi edərkən vaxtın necə keçdiyini hiss eləmirdim. Mən çox inanıram ki, uşaqlıqda böyük bir xəzinə yatır. Əlbəttə, orada bizim müxtəlif duyğularımız, travmalarımız da var. Amma bunlarla yanaşı güclü tərəflərimiz də uşaqlığımızın içində gizlidir. Və zaman-zaman öz uşaqlığıma qayıdıb, oradakı Səbinəni xatırlayıram. Bəlkə də indi unutduğum, amma orada olan bir gücüm var. Oradan güc alıram və inanıram ki, hər kəs unikaldır və hər kəs fərqli bir sistemə malikdir. Necə ki, barmaq izimiz bir-birindən fərqlidir, sistemlərimiz də bir-birindən fərqlidir. Amma hamının içində öz yolunun cavabı var və ona görə hər zaman təbliğ edirəm ki,
Birilərini dinləyin, birilərinin düşüncələri sizə yaxşı gəlirsə, o düşüncəni mənimsəyin. Amma öz içinizə uyduğu zaman, öz həqiqətinizlə uyğun olduğu zaman onları tətbiq edin. Çünki hər kəsin doğrusu onun içində var zaten. Siz öz doğrunuzu yaradın və onu dinləyin. Çünki mən də bəzən olub ki, öz doğrularımdan və həqiqətimdən uzaqlaşmışam. Sonra həyat məni öz istiqamətimdən uzaqlaşdırıb. Sonra yenidən özümü xatırlamışam. Əslində mən bu deyiləm axı. Mənim düşüncəm budur, dəyərlərim budur, həyat amalım budur, həyata baxışım budur və o məni yenidən öz yoluma, öz reysimə qaytarıb. Və baxın, o elə bir hüzurdur, elə bir xoşbəxtlikdir ki, sanki həyatda özünü yenidən tapırsan. Ona görə mütləq öz yolunuzu tapın. Oxuyun, maariflənin, inkişaf edin, amma içinizdəki səsi itirməyin. Hamımızın naviqatoru içimizdəki o pıçıltıdır, səsdir.